Önde bir futbolcu var. İran Haydi Şahin'den kapı karşısına ve gol! Ve Şahin Şahniyarov zərgər dəqiqliyi qədər ötürmə verdi. Sağ cinahdan Qəbələ hücumu. Tehlikeli olabilir bu hücum. Massumo. Massum kapıya zərbə. Daha bir zərbə və gol! Və iş elə gətirdi ki, burada top Nicat Əliyevin önüne düştü ve o da hesabı açır. 1-0 meydan sahipleri öne geçirler. Zərbə meydan sahasına ötürməyə Balua və gol! Qəbələ hesabı açır. Adriye Sierra'nı ötürmə Domi Massumo. Domi Massumo və hesabı açır. Başlayan real gol və Domi Massumo. Onun Sangare'nin hərəkət istiqamətini ötürməsi. Sangare! Ovusu zərbe indirir ve gol! Harekete başladı. Ve burada tabii ki önünü boşalttı Domi Massumo. 3 nəfər dayanıb canlı səddə. Balua zərbə ve gol! Mövsüm ərzində. Bu arada Chris Kouakou topu itirdi. Qayda pozuntusu yoxdur. Prince Ovusu'nun zərbəsi və gol! Qəbələ hesabı açır 6-cı dəqiqədə. Prince Ovusu. Növbəti də fərqlənir bu. Topu əlindən buraxdı hətta. Bax burada fikir verin, topu tutmaq istəyir. Tapıldı hətta. Sağ cinahda Eşkin. Ondan kapı karşıda gönderilen top. Zərbə üçün imkan, zərbə və gol! Top oyundan kenar vəziyyətdə olacaqdı ama Massumo saxlayır topu. Nuqayzə. İşarə verildi. Şahin Şahniyarov'un ötürməsi gəlmə meydançasına. Başla zərbə və gol! Massumo topu indirdi. Şahin Şahniyarov önü boş, irələmə imkanı var. Ara ötürməsi Akinade qapçı təpədən çıxa bilər. Akinade! Bu şəkildə Ricardo Fernandes de dueldən qalib çıxdı və ilk Qəbələ futbolçularında Paulo Kimbila sıyrıldı, rəqibindən ötürməsini verir və Qəbələ 4-cü qolu vurur 4-0 Qəbələ mövsümdə ilk dəfə 4 qol vurur. Qəbələ çox inamlı qələbə qazandı. Yerdə qalıb, hakim davam deyir. Və Massumo! Bu topa çata bilmədi Andrey Sinenka. Hazır Salahlıya değdi top. Işıqlıq var orada. Topun yerini indi tapdılar. Ötürmə Massumo'ya. Topu saxlamadan qapıya göndərir Domi Massumo. Balua ötürmə Massumo istiqamətinə. Domi Massumo! Ötürməni qəbul etdi. Keita yaxınlaşır. Keita və gol! Keçsi fərqlənir. Pedro. Sandro Serrano, Akinade topu saxladı özündə və komandasında sağ cinahlı oynuyor. Eşkin Əhmədov sağdan hücuma qoşuldu. Eşkin uzaqdan yoxluyur və 1-1. Reaksiya göstərdi amma çatmır bu topa. Dərhal irəli ötürmə. Akinade istiqamətdə. Akinade topu önünə attı. Akinade! İsmail Akinade 74-cü dəqiqə. Tobrunda da sona qədər çox yaxşı mübarizə apardı Akinade. Verdaskadan önə çıxdı. Zərbə mövqeyində sol cinahda Ovusu. Nicat Əliyev. Zeydina Keita. Daha bir ötürmə Massumo və 2-0.